Salam millət, necəsiniz? O çılgın gençlər falan hamısı ana kanaldadır. Bu ikinci kanal olduğuna görə belə deyirəm. İndi sizə həyatım haqqında məlumat verəcəm. Hekayəm 2 dənə ağır hekayə var, onları sizə danışacağam. İkisindən birini danışacağam, biri nənəm haqqındadır. Onda birini danışacağım. Onu da ana kanalda hansısa bir meşə videosunda danışacağım. İnşallah bu yaxında gələcək. Meşədə çəkdiyim videoların içində olacaq. İndi ümumi hekayəmə keçək. Mən kiməm, ümumiyyətlə günlük həyatım necədir? Yəni hər şey videoda kimidir, yoxsa yox, onu sizə göstərəcəm. Mənə çoxu sual verir ki, Fərd, sən niyə videolarda deyib gülürsən falan, amma videodan çıxandan sonra özümə qapanmış kimi olursan. Şu an belə bir şey deyim ki, özümə qapalı biriyəm. Bunu da yaxın zamanlarda hiss eləmişəm, əsgərlikdən gələndən sonra. Ondan əvvəl də var idi məndə bəlkə özümə qapanış falan, yəni ortama çıxmamaq, amma indi daha çox var, daha çox şey olur. Bunun da bir səbəbi var. İndi gələcək dəqiqələrdə deyəcəm sizə. Günlük həyatımda ən çox musiqini dinləməyi xoşlayıram. Ən çox dinlədiyim musiqi də sevincli musiqilərdir. İnsanın bir nömrə fanatıyam deyim. Günün 24 saatı ancaq musiqilərinə qulaq asıram və özüm istəsəm də istəməsəm də artıq musiqilərini əzbərə bilirəm. Bunun da yaranma səbəbi var. Yəni özüm istəsəm də istəməsəm də bunun bir yaranma səbəbi var. İnşallah indi sizə məlumat verəcəm. İndi deyərsiniz ki, Fərid budur, mükəmməl, əla. Yəni bu qədər abunə, bu qədər izlənmələr, bu qədər like'lar. Yəni çöldə 10 uşaqdan 8-i 7-si səni tanıyır, bombaca. Amma hər şey kamera qarşısında olduğu kimi deyil. Yəni biz də insanıq, bizim də başımıza hər şey gələ bilər. Ümumiyyətlə hər bir erkəyin həyatında olan bir özünə məxsus bir qadını olur. Yəni hamının içindən bir dənə onu tapır, ona bağlı olur. Ömür boyu da yadından heç vaxt çıxmır. Məndə də belə bir şey var. Yəni uşaqlıqdan istədiyim biri var idi. Bağlanmışdım, zaman keçdi, illər keçdi. Səbrimi sıxdım və axırda da etiraf elədim. Ona qarşı hisslərimi etiraf elədim, sağ olsun məni qırmadı, dedi mənə vaxt ver, fikirləşim, sənə cavab verəcəm. İlk həftələrdə qızı çox sıxırdım, deyirdim ki, mənə ümumi bir dənə cavab ver, mən işimi bilim. Sonradan mənə dedi ki, qoy biraz da yazışaq, yəni ümumi bir-birimizi tam tanıdıqdan sonra mən sənə cavab verəcəm. Ondan sonra sıxmadım. Normal həyatımıza davam elədik, günlük hər şey haqqında məlumat verirdik, bir-birimizlə danışırdıq, normal keçirdi. Aramızda olan bəzi mübahisələr oldu, xoşa gəlməz bilmədən oldu, bilməməyin üzündən az qala ayrılırdıq, yenə də ayrıla bilərdik. Mənim yerimdə olan 80-90% erkək bəlkə atıb gedərdi, amma mən istəmədim, çünki içdən istəyirdim. Yəni deyirdim bəlkə nəsə olar, nəsə alınlar. Və ondan sonra da zaman keçdikcə məndən ayrılmağa başladı. Gündən günə soymağa başlayırdı. Yəni yazdığım mesajlara cavab saatdan keçdi günlərə, günlərdən həftələrə, həftələrdən də aylara keçdi. Əsgər getməmi də az qalmışdı. Bunun yəni fikirləşmək bir yandan, eləncə bir hadisə olmağın da bir yandan bir problemi var idi. İki tərəfli sıxılırdım istər-istəməz. YouTube kanalımda belə olmaq da bir yandan məni sıxırdı. Artıq məndən uzaqlaşmışdı. Əsgər getməyimi hardasa bir neçə saat mı yoxsa bir gün mü qalmışdı, mən buna yazdım. Dedim ki, inşallah gedim əsgərliyə gəlim, hər bir şey yaxşı olacaq. Tez bir zamanda bir yerdə olacaq. Ümumi məlumat verdim ona. O da mənə dedi ki, get gəl, inşallah mən buradayam, danışıb söhbət eləyərik. İnşallah hər şey yaxşı olar. Mən bu sözdən sonra biraz ümidlə də olsa mən əsgərliyə getdim. Yəni əsgərlikdə olan uşaqlar bilir ki, orada yəni əsgərlikdə telefonla əlaqə saxlamaq, sonla əlaqə saxlamaq necə çətin bir şeydir. Mən bunu biraz bacardım. İlk başlarda zəng elədim, yəni cavab vermirdi. Nömrələrimi götürmürdü, sonra ev vasitəsilə məlumat göndərdim ki, yəni mənim nömrələrimi götür. Şükür Allah'a, çox sağ olsun, ondan sonra yenə götürdü nömrələri. Danışırdıq, münasibət qururduq, hər şey qaydasında idi. Hər gün normal, yəni əvvəl həyatımızda da yəni yadıma gəlmir ki, ona qarşı pis hərəkət mi eləyim, ya nə bilim, xəyanətə oxşayan bir şey mi eləyim, pis söz mi deyim. Yəni hər gün yəni yaxşı, pis sıxmasın da, normal, yaxşı da olsa nazıyla oynayırdım. Yəni hər bir dediyini iki eləmirdim. Hər şey normal qaydasında idi, danışırdıq əsgərdə və əsgərdə bir gün yəni o olan oldu. Yəni artıq zəncərimi götürmürdü, tembolunu mən əsgərdə olduğum vaxt zəncilər götürülmür və içimdə də bir sıxıntı var idi. İkinci məzuniyyətə gələndə artıq hər şeyi başa düşdüm, yəni nə əlaqə nömrəsi var idi, nə bir şey, hamısını silmişdim. Artıq əsgərlikdən qaydanda həyatım necə olacaq artıq ikinci məzuniyyətdən görmüşdüm. Bilmirəm, acı bir hissdir, bilmirəm. Bunu sadəcə yaşayanlar bilə bilər.
Vaxt keçdi, zaman keçdi, əsgərlikdən qayıtdım. Burada artıq özümə bağlılıq başladı. Yəni heç bir əlaqəm yox idi. Gəldim, yəni belə bir həyatımda belə biri olmayıb. Biraz özümə gəlməyə çalışdım, istər-istəməz adama təsir elədi. Biraz depressiyaya düşdüm. Özümdən asılı olmayan özümə qapanışlar başladı. Artıq YouTube'a meylim çökdü. Yəni bu dəqiqədə, günün bu dəqiqəsində də yəni bir dənə məqsədim var, 1 milyon abunə olmaq. Və daha doğrusu əsasən Mr. Beast-ə çatmaq istəyirəm. Bu başqa məsələ. Amma bir dəqiqə ən birinci məqsəd, yəni xırda xəyallarla gedək. 1 milyon olmaq istəyirəm. Hə, nəysə, sözüm onda deyil. Gəldim, artıq əlaqə yox idi, hər şey bitmişdi. Yəni bir adamın bunu belə danışmağı və bilirsiniz, adam boğulanda boğulur. Yəni o içində qalır, elə hər şeyi atırsan, ağrıda patlayır. Bəlkə də mənim sizinlə dərdləşməyim bir nə bilim, yəni su içib gəlir. Bilmirəm. Bir söz də deyim ki, hə, münasibətlər içində qurduğum bir-iki dənə yanlış şeylər də var idi, deməyəcəm. Hə, onun üstündə də ola bilər ayrılıq, amma yəni balaca bir şeydir də, yəni onun üstündə ayrılmağa heç dəyməzdi. İşte o bir dənə məsələ var. Quyuya düşən samandan yapışar söhbəti var. Bax, bu söhbət ona uyğun gəlir. Yəni ümumi olaraq bu qədər hadisənin yaşanmağının səbəbi, yəni qısa sizə başa salım, əsgərlikdə də fikirləşib, mülkidə də fikirləşib ortaq bir qərara gəldim ki, bu qədər şeyin yaranmağının səbəbi çox dəyər verməkdir. Yəni insana bu həyatın qanunudur, bu təbiətin qanunudur. Yəni bir insana normaldan çox dəyər versən, o insan səndən uzaqlaşır. Yəni bir insana nə qədər çox dəyər versən, o insan səndən bir o qədər də uzaqlaşacaq. Çox şeylər yaşandı, çox şeylər oldu. Yəni bilmirəm. Zamanla bəlkə də hər şey düzələr, hər şey qaydasına düşər, amma mən bu barədə artıq danışmasam yaxşıdır. Çünki adam bir yerdə həqiqətən də boğulur. Hə, bəlkə də o ilə daha yaxşı yollara gələ bilərdi, daha yaxşı şeylər elə bilərdi, amma artıq bu məsələni danışmaq istəmirəm. Danışdıqca yəni pis olunmu deyirəm, yoxsa nəsə olur axı bilmirəm. Ümumi hekayəmi sizə danışdım. İnşallah ki, yaxşı olar. Mən həyat hekayəmi danışacaqdım. Əsas bu hissəni danışdım deyənə yəni başqa şeylər qaldı ortada. İnşallah bir videoda olmaqda danışarım. Sağ olun.